James Cameron filmi öz təxəyyülünün məhsulu olan Rozun dilindən anlatmağa üstünlük verir. Onlara hər birinə ad verir, onların hər birinə həyat hekayəsi yazır. Titanikdən gələn siqnalları bağlamışdı. Bir dublə çəkilməli idi, çünki su orada olandan sonra tamamilə məhv olacaqdı həmin dekor. Filmin rəng tonunu qızılı və narıncı olaraq müəyyən edir. O, təbii ki, qəhrəmandır. Qəhrəman özünü düşünən varlıq deyil. Rozdan söz verməsini istəyir ki, sən sona qədər mübarizə aparacaqsan, həyatda nakan məhəbbət də, həyatda ölüm də var. Amma bu filmdə ölümün içində həyat var.